Bədən şəkilləndirmə, silikon dodaqlar, süni baxışlar. Bizdə bu artıq bir tibbi ehtiyac deyil, bir standartlaşdırma layihəsidir. Elə bir layihə ki, orada artıq qadın bir insan deyil, bir məhsul kimi yenidən yığılır. Əvvəllər gözəllik ruhun aynası idi. İndi isə cərrah bıçağının və Instagram filtrlərinin məhsuludur. Eyni dodaqlar, eyni bədən xətləri, saxta gülüşlər, balaca dik və kəsik burunlu şirin inkubator cücələr. Öz həqiqətlərindən qaçıb silikonların arxasında gizlənən o kütlə, siz əslində öz ruhunuzun boşluğunu bədəninizi şişirməklə doldurmağa çalışırsınız. Sizin gözəllik dediyiniz şey təbiətin təhqiri, cəmiyyətin isə vizual xaotik formasıdır. Bu sistem qadını canlı vitrinə çevirir. Alıcılar isə bəllidir. Beyin yox, ət axtaran o harın kütlə. Biz daxili çirkinliyi xarici parıltı ilə örtməyə çalışan bir nəsil yetişdirmişik. Amma unutmayın, silikonun ömrü bitəndə geridə qalmış, xərclənmiş bir həyat olacaq. Siz həqiqətən kimsiniz? Yoxsa siz də bir klinikanın reklam kataloqundakı növbəti nömrəsiz? Düşünməyə 59 saniyəniz var. Rica edirəm ki, videoları bəyənib səhifəni təqib edəsiniz.